Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Zaman zaman bizim müşterilerimizden veya bizim izleyicilerimizden şikayet gelir ki kondisionerin isitme rejimi yok olup. İndi biz hemen meseleni size görkezeceğiz. Gördüğünüz gibi bu avto rejimdi. Bu soyutma rejimi, bu kurutma rejimi, fan rejimi artık isitme rejimi qeyb olub. Bu ne deməkdir? Yəni bunu niyə ediblər? Mən əlbəttə ki, ancaq onu deyə bilərəm ki, ola bilər ki, hər hansı bir yerdə yalnız isitmə deyil, soyutmaya ehtiyac olsun. Bu səbəbdən də belə bir funksiya qoyublar. Ona görə hansı səbəbdən qoymaqlarından asılı olmayaraq, amma bizim istədiyimiz vaxt əgər biz deməli isitmə rejiminə keçə bilmirsə, biz üçün bir problemdir. Amma bu problem hardan qaynaqlanır? İndi mən sizə deyəcəm. Deməli, burada deməli biz batareykanı çıxardırıq. İki demək temperatur düymələrini basırıq. Bundan sonra batareykanı yenidən yerinə taxanda görün nə hadisəsi baş verəcək. İsti, soyuq, isti. Soyuq, isti. Biz əlimizi heç niyə vurmuruq və nəhayət indi mod düyməsini basırıq və görürük ki, isti rejimi gəldi. Bəs necə olur ki, bu isti rejimi itir? İndi siz baxın, görün necə olacaq. Yenidən batareykanı çıxardırıq. Bu düymələri basıb demək, kondensatörü boşaldırıq. Bundan sonra yenidən basırıq və burada isti rejimi gələndə, soyuq rejimi gələndə basırsınız. İndi fikir verin, deməli burada isitmə rejimi yoxa çıxdı. Deməli siz batareykaları yerinə taxarkən ola bilsin bir qədər tələsirsiniz. Tələsdiyinizə görə də həmən soyutma rejimi gələndə basırsınız və bu səbəbdən də isitmə rejimi itir. Demək, göstərdiyim kimi sadəcə olaraq batareykanı çıxardırsınız. İki düymələri basırıq. Bundan sonra batareykanı qoyuruq və heç bir şeyə əlimizi vurmuruq. Gözləyirik ki, pultun beyni reset olsun. İndi gördünüz ki, əlimizi heç nəyə vurmadıq və həmən rejim qayıtdı. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Esselamu Aleyküm.